Elhamdülillahi Rabbil alemin, ilahil evvelin vel ahirin, ve salatu ve selamu ala eşrafil enbiyayı vel mursalin, nebiyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli ve zidni ilme emma ba'd. Fesselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, Allah subhanahu ve teala nasip ederse bundan önceki videoda söz verdiğim gibi Müslümanlara tən edən, yəni Əhl-i Sünnət adı ilə ümumən müsəlmanlara tən edən bəzi özünü şiə sayan insanlar var ki, mən onların şiə deyil də rafizi olduğunu yəni düşünürəm. Deyə bilərsiniz, fərq nədədir? Yəni əslində şiə tarixdə o adamlara deyilirdi ki, onlar məsələn Osman radiyallahu anh'ın Əlidən daha çox daha əfsəl görürdülər və s. Allah subhanahu Resulullah sallallahu aleyhi ve sellem əshabının hamısından razı olsun. Amma yəni bu günümüzdə belələri varmı, yoxmu? Yəni zahirdə, yəni o rafizilikdə olan o küfürləri ishar etməyən, göstərməyən insanların içində bu varmı, yoxmu? Allah bilir. Biz zahirdə gördüyümüzdə görə məsələn onu bir şiə adlandıra bilərik. O baxımdan. Yəni, mahiyyət etibarilə bir çoxundan biz görmüşük, hamısından yox təbii ki. Yəni biraz üstünə gedəndə içindəki o rafiziliyi ishar edirlər. Məsələn, onlar danışanda heç birisindən mən görmədim ki, heç birindən. Yəni, mən artıq 50 yaşa yaxınlaşmışam. Yəni, 30 ildir mən, yəni, minlərlə şiə görmüşəm, fərqli ölkələrdən, Azərbaycanda və s. Heç birindən, məsələn, Ayşə radiyallahu anh üçün möminlərin anası Ayşə anamız, bəziləri xanım Ayşə deyərlər, bəziləri. Yəni, çünki onlar Ayşə radiyallahu anh'ı yəni, möminlərin anası saymırlar. Mən özüm qulağımla eşidib, gözümlə gördüyüm yəni, olub ki, yəni, deyib ki, Ayşə mənim anam deyil. Yəni, bunu deyənlər olub. Yəni, özünə əhli şiə sayırdı və bunu deyirdi. Yəni, əlhəmdülillah, biz də dedik ki, doğrudur. Allah subhanahu wa ta'ala bizlərə bildirib. Biz də bilirik ki, Ayşə radiyallahu anh'a möminlərin, müsəlmanların anasıdır, kafirlərin anası deyil. Yəni, adam ki, sən belə deyirsən, demək ki, sənin küfrün açıqdır, sabitdir. Yəni, belə hücumlar edən insanların zaman-zaman istifadə etdiyi bəzi şeylər var. Müəyyən hədislərə, müəyyən rivayətlərə, müəyyən fətvalara yönələrək bununla sanki müsəlmanların etiqadının doğru olmadığını, sadəcə şiələrin və yaxud da ki, İsnəşərilərin, İmamiyyənin doğru olduğunu ispat etməyə çalışırlar. Onların bir iddiası vardı, ona cavab verdim və onlar orada, yəni o iddialarında müsəlmanlara bütpərəst deyirlər ki, yəni siz mücəssimə etiqadındasınız, bütpərəstsiniz, nəyə görə özünüzə bir büt düzəltmirsiniz və s. Yəni mən onların o iddiasının üzərindən həmdəlillah o rivayətin səhih olmadığını Allah Subhanahu taala alimlərimiz bəyan ediblər. Mən də o elmi sadəcə olaraq toplayıb qısa ixtisarla çatdırdım. Mənim etdiyim şey budur. Bu gün yəni bu söhbətimizdə inşallah onların öz kitablarında bu kitab onların bir çox, yəni 80'ə yaxın yəni batil etiqadını toplayıb öz kitablarından. Bunu mən oxuyub bitirmişəm ixtisarla. Hardasa 260 səhifədir, zənn etmirəm. 271 səhifədir. Və burada mən deyim sizə nə qədər. ...79 dənə, yəni onların batil və ya küfür şeylərini toplayıb kitabın yazarı. Həzim İbn Taha İbn İsmail adlı bir yəni şeyxdir. O toplayıb. Onların oxumuşam hamısını Allah'ın izniyle. Sadəcə burada onun xülasəsini çıxaracağım. Yəni bu kitabdan səhifələr qeyd etmişəm ki, o səhifələrdən xülasə çıxaracağım ki, yəni bu etiqadın sahibi insanlar gəlib müsəlmanlara deyirlər ki, siz mücəssiməsiz və s. və s. Allah'ın izniyle başlayacağıq 12-ci səhifədən. Bunları da mən oxumuşam. Sadəcə burada bir yəni xülasəsini çıxardım Allah'ın izniyle. Nəbi sallallahu aleyhi və səlləmi söymək, yəni rafizilikdə yəni yaygın bir haldır. Ümumiyyətlə ilk başda söymək nədir? Yəni onu açıqlayayım. Çünki bizim normal yəni leksikonumuzda olan söyüşlə şəriətdə olan yəni əssəb şətum yəni mənası biraz fərqlidir.
وَالْكَلَامُ الَّذِي يُقْصَدُ بِهِ الْاِنْتِقَاص وَالْاِسْتِخْفَافِ. Yani özüyle yani naqis çıxarma, xəfifə almaq qəsd edilən kəlamdır, yəni söyüş. وهو ما يفهم منه السب في عقول الناس على اختلاف اعتقاداتهم. İnsanların fərqli etiqadlarına rəğmən o insanların yəni anladığı, başa düşdüyü şeydir ki, yəni bu söyüşdür yoxsa təllə'ni və təqbih, lənətləmək, yəni çirkin, qabih göstərmək və bunun bənzəri şeylər. Ona görə Allah Subhanahu va Taala Ənam surəsi 108-də deyir ki: "Və la tasubbul-lezîne yed'ûn min dûnillâhi feyasubbullâhe advan bighayri ilm. Kezâlike zeyyennâ likulli ummetin amalahum thumma ilâ rabbihim merci'uhum feyunabbi'uhum bimâ kânû ya'malûn." Allah'tan başqasına dua edənləri söyməyin ki, onlar da düşmənçiliklə, elmsizcə Allah Azze ve Celle'ni söyərlər. Və gəlir indi səhifə 17-də ilk daha doğrusu müəllifin dediyi ki, وَقَدْ اِعْتَمَدْتُ عَلَى ذِكْرِ كُلِّ تَعْنٍ مِنَ الطُّعُونِ مِنْ كِتَابٍ وَاحِدٍ مُعْتَبَرٍ عِنْدَ الشِّيَعِ. Deyir ki, hər bu tənlər ki var, yəni aşağılamalar ki var, yəni nöqsanlı görmək, xəfifə almaq ki var, bunların hər birində mən bir kitabda, yəni o şiələrin qatında mötəbər olan kitabdan yəni bunu götürdüm, ona etimad etdim, həmin kitaba etdim. ثُمَّ أَذْكُرَ أَغْلَبَ مَا نُقِلَ الطَّعْنُ مِنْ عُلَمَاءِ الشِّيَعَةِ الْآخَرِينَ سَرِيعًا. Burada yəni iti şəkildə başqa kitablarda, yəni şia alimlərinin söylədiyi şey ixtisarən el-mövdu, yəni mövzuna qısa ixtisar etmək üçün zikr eləmişlər. Zaten bu videolara baxsaz, həmin üslubu görərsiniz. Məsələn, Əl-Kafidə birinci cilddə Hüccət kitabı Hüseynin doğulması babı, səhifə 373. عن أبي عبد الله قال لما ولد النبي صلى الله عليه وسلم مكث أياما ليس له لبن فألقاه أبو طالب على ثدي نفسه فأنزل الله فيه لبنا فرضع منه أياما حتى وقع أبو طالب على حليمة السعدية فدفعه إليها. Əbu Abdullah aleyhisselamdan deyir ki, Nəbi sallallahu aleyhi ve sellem doğulduğu zaman bir müddət, yəni bir neçə gün südsüz qaldı. Yəni süd olmadı onu əmizdirməyə. Əbu Talib onu özünün məməsinə deyir, qoydu və Allah onun ora deyir, süd nazil etdi və o da bir neçə gün, əyyəmən, yəni nə qədər gündə Allah bilir. Yəni Əbu Talib Resulullah sallallahu aleyhi ve sellem əmizdirib, sonra deyir, Həlimə Sədiyyəni tapır, sonra ona verir ki, o onu əmizdirsin. Yəni Əbu Talib süd verib Resulullah sallallahu aleyhi ve sellem, yəni onların dinində budur. Yəni qaynağını dedik. Əl-Kafi, birinci cild, Kitab-ül Hüccə, Bəbu Mevlid-ül Hüseyin, səhifədəki 373. Budur. Yenə Usul-ül Kafi, birinci cild, Kitab-ül Hüccə, eyni yer. Bəbu Mevlid-ül Hüseyni İbn Ali, bu babda Hüseyin İbn Ali'nin doğulması babı, səhifə 386-dır. Deyir ki, An Əbil Həsən, Ənə Nəbiyyə sallallahu aleyhi və səlləmə kənə yu'tə bihil Hüseynu fəyunqimuhu lisanəh fəyəmussuhu fəyəctəzi'u bih və ləm yurtada min untə. Deyir ki, Əbul Həsəndən deyir ki, Nəbi sallallahu aleyhi və səlləmə Hüseyin gətirilirdi, o da dilini yəni ona verirdi. O da deyir, onu doğuracaq qədər onun dilindən əmirdi. Və o da heç bir dişi olan, heç bir qadın onu əmizdirmədi. Halbuki öz alimləri başqa kitabda Fatimə radiyallahu anhanın övladlarını əmizdirdiyini deyir. Yenə Kəfi kitabında birinci cilddə Hüccət kitabı yenə eyni yerdə səhifə 387-də Əbu Abdullah aleyhisselamdan gəlir. An Əbi Abdillah qalə ləm yarda əl-Hüseyn min Fatimətə. Deyir ki, Hüseyin Fatimə radiyallahu anhadan süd əmməmişdir. Dediyi budur. Səhifələri itirməyim deyə. Ləm yarda Hüseynu min Fatimətə və lə min untə. Deyir ki, Hüseyin radiyallahu anhu Fatimədən nədə ki, başqasından, heç bir qadından süd əmməyib. Kənə yu'tə bihin nəbiyyü sallallahu aleyhi və səlləmə fəyadağı ibhəməhu fihi fəyəmussu minhə mə yəkfihi l-yevmeyni və thələt. Deyir ki, o gətirilirdi Nəbi sallallahu aleyhi və səlləmin yanına.
O da Nəbi sallallahu aleyhi ve sellem, Nəbi sallallahu aleyhi ve sellem de parmağını onun ağzına koydu. O da ona yani 2 gün, 3 gün bəs edecek kadar süt emirdi. Yani ondan emirdi. Yani Ebu Talib Resulullah sallallahu aleyhi ve selleme süt verip, Nebi sallallahu aleyhi ve sellem dilinden, parmağından ona yani İmam Hüseyin'e süt verip, yani etikadınız budur. Deyirsiniz ki, siz mücəssiməsiz. Biz mücəssimə isə bəs siz nəsiz yaxşı onda? Bunun adını nə qoyaq? Ki biz təslimlə Allaha sığınırıq. Sonra iddia edirsiniz ki, Ali ibn Abi Talib Resulullah sallallahu aleyhi ve sellem'den daha şücaətlidir. Buyurun, oxuyun. Biharul Envar'da 39. cilt səhifə 95. Deyir ki, yani güya Nebi sallallahu aleyhi ve sellem deyir ki, "U'taytu thalathan ve Aliyyun müşariki fiha." Mənə 3 şey verildi, Əli onda o şeylərdə mənə şərikdir. Mənim şərikimdir. Və u'tiya Aliyyun thalathan lem uşarikhu fiha. Əliyə də 3 şey verildi, mən o verilən şeylərdə ona şərik deyiləm. Fəzilətə bax. Fəqilə ya Resulallah, və mə hiyə thalathatu ləti şərakəkə fiha Ali? Deyildi ki, ey Allahın Resulü, Əlinin sənə şərik olduğu 3 şey nədir? Qalə li livavul hamdi və Aliyyun hamiluhu. Dedi ki, həmd bayrağım var mənim, Əli onu daşıyandır. Vəl kəvtəru li və Aliyyun saqihi. Kövsər mənimdir, Əli onun saqisidir, yəni su verənidir. Və liyəl cənnətu və naru və Aliyyun qasimuha. Cənnət və od, yəni cəhənnəm mənimdir, Əli ona bölənlərdir. Yəni kim cənnətə gedir, kim cəhənnəmə gedir, Əli bölür. Və əmmət thələthətu ləti u'tiyhə Aliyyun və ləm uşarikhu fiha. Amma o 3 şeyə gəldikdə ki, Əliyə verilib, mən onlarda ona şərik olmamışam. Fə innəhu u'tiyə şəcəətən ləm u'ta mitləhu. Birinci sahib deyir ki, Əliyə bir şücaət verilmişdir ki, mənə o verilməmişdir. Yəni Əli daha şücaətlidir Resulullah sallallahu aleyhi ve sellem. Bir rivayətdə isə u'tiyə İbn Ammin mitli və ləm u'ta mitləhu. Ona mənim kimi əmisi oğlu verilmişdir. Mənə elə bir oğlu verilməmişdir. Və u'tiyə Fatimətü Zəhra zəvcətən və ləm u'ta mitləhə. Ona Fatimətü Zəhra kimi zövcə verilmişdir. Mənə onun mislində zövcə verilməmişdir. Yəni, ilk başda qaynağın dedik, Biharul Envar, cild 39, səhifə 90. Yenə də baxa bilərsiniz Sadoqun, Uyun Əxbar Rida kitabı, səhifə 212. İbn Şəhr Əşubun, Mənaqıbı Əli Əbi Talib kitabı, 2-ci cild, səhifə 47. Ni'mətullah Əl-Cəzairinin Əl-Anvarun Nu'maniyyə kitabı, 1-ci cild, səhifə 47. Yəni, burada bunlar zikr olunur. Gəlirik səhifə 48-ə. İddia edirsiniz ki, Nəbi sallallahu aleyhi ve sellem öz zövcəsini haşa başqa bir kişi ilə bir yorğanın altında qoyub gedib. Məclisinin Biharul Envarında 40-cı cild səhifə 2-də Əli ibn Əbi Talibdən nəql edir ki, "Və səfərtu ma'a Rasulillahi sallallahu aleyhi ve sellemə leysə ləhu xadimun qeyri." Rasulullah sallallahu aleyhi ve sellem ilə birlikdə səfərə getdim. Onun məndən başqa xidmətçisi yox idi. Və kənə ləhu lihafun leysə ləhu lihafun qayruh. Onun bir dənə yorğanı vardı, başqa yorğanı yoxdur. Və ma'ahu Ayşə. Ayşə də onunla birlikdə idi. Və kənə Rasulullah sallallahu aleyhi və səlləmə yanamu beyni və beynə Ayşə. Leysə aleynə tələtətinə lihafun qayruhu. Deyir, Rasulullah sallallahu aleyhi və səlləm mənimlə Ayşənin arasında yatırdı. Bizim üçümüzün bir dənə yorğandan başqa yorğanımız yoxdur. فإذا قام إلى صلاة الليل يحط بيده اللحاف من وسطه بيني وبين عائشة حتى يمس اللحاف الفرش الذي تحتنا. Deyir, nə zaman ki Nəbi sallallahu aleyhi və səlləm gecə namazına qalxırdı, yorğanı deyir belə vururdu ki, yəni o döşəyin üstünə toxunana qədər, yəni belə basırdı aşağı, elə qalırdı. Yəni iddianız budur. Sizin yəni nəzərinizdə Rasulullah sallallahu aleyhi və səlləm belədir, yəni əcnəbi bir kişi ilə özü yoldaşının arasında özü yatır, sonra qalxır namazda, yorğanını belə basır yerə, gedib namazını qılır. Yəni Şiələrin dinində də, yəni bir qadının, yəni əcəm olan, yəni yad olan, əcnəbi kişinin yəni yataqda yatması günahdır. Bunu da baxa bilərsiniz. Müxtəlif Şiə kitabı Hillinindir. 9-cu cild səhifə 166-ya baxa bilərsiniz. Bu arada danışmışam. Qısa xülasə olaraq keçirəm. Sonra başqa bir iddianız. Səlim İbn Qays Əl-Hiləlinin kitabında
Yəni, birinci cild səhifə 287-də. Deyir ki, Dəxələ Ali ibn Əbi Talibin aleyhissalam alə Rasulillahi sallallahu aleyhi ve sellem və Ayşətu qaidətun xalfəhu və aleyhə kisə. Deyir, Ali ibn Əbi Talib Rasulullah sallallahu aleyhi ve sellemin yanına girdi. Ayşə də onun arxasında oturmuşdu. Üzərində örtük vardı. Vəl-beyti qasun bi əhli. Evdə ev əhlindən doludur. Yəni, insanlar çoxdur. Fihimil xamsatu ashabul kitab. Onlardan 5-i kitab əshabı idi. Vəl-xamsatu ashabu şura. 5-i də şura əshabı idi. Fələm yegid məkanən. Ali ibn Əbi Talib yer tapmadı oturmağa. Fəəşara ileyhi Rasulullah sallallahu aleyhi ve sellem həhuna, yəni xalfəhu. Rasulullah sallallahu aleyhi ve sellem işarə edir ki, yəni burada otur, yəni ki, arxasında otursun. Fəcə Aliyyun fəqa'ada beynə Rasulillahi sallallahu aleyhi və səlləmə və beynə Ayşə. Və deyir, Əli radiyallahu anh gəldi, Rasulullah sallallahu aleyhi və səlləm ilə Ayşənin arasında oturdu. Və əq'a kəmə yuq'al ə'rabi və bədəvə ərəblər oturduğu kimi oturdu. Və dəfəətü Ayşətü və qadibət və qalət, əmə vəcəddə li istikə mavdan qayrə hücri. Və deyir, Ayşə onu itələdi və qəzəbləndi və dedi ki, yəni ist kəlməsini tərcümə etmirəm, arxanı qoymağa, mənim qucağımdan başqa arxanı qoymağa yer tapmadı. Yəni sizin dininiz budur. Fəqadibə Rasulullah sallallahu aleyhi ve səlləmə və qalə məhyə Hümeyrə lə tu'zini fi əxi Ali. Və deyir ki, dur ey Hümeyrə, qardaşım Əli haqqında mənə əziyyət vermə. Fə innəhu əmirul müminə və seyyidul müsliminə və sahibi liva'ul hamd. Çünki həqiqətən də o möminlərin əmiridir, müsəlmanların seyyididir və həmd bayrağının sahibidir. Budur yəni. Sonra, yəni bizə bütpərəst deyənlər, bizə mücəssimə deyənlər, elə birinci sizin əxlaqınızdan biraz danışaq, sizin Rasulullah sallallahu aleyhi ve sellem baxışından danışaq, sonra mücəssiməyə gələcəm inşallah. Və şiyələr iddia edirlər ki, Rasulullah sallallahu aleyhi ve sellem, yəni qızı Fatimənin döşlərinin arasına üzünü qoyur. Müstədraku Avalimil Ulum vəl Ma'arif kitabı Abdullah Əl-Bəhrani Əl-İsfahaninin 11-ci cild səhifə 180-də deyir ki, Əl-Mənaqibu İbn Şəhr Aşub Əl-Baqir və Sadiq aleyhissalam. Yəni kitab ismi zikredir. İbn Şəhr Aşubun Baqirin mənqibələri Sadiq aleyhissalamı. İnnehu kənən Nəbiyyə sallallahu aleyhi ve səlləmə lə yenəmə həttə yuqabbilə urda vəçi Fatimə. Deyir ki, Nəbi sallallahu aleyhi və səlləm Fatimənin yanağını öpmədən yatmazdı. Ya da o vəçəhu beynə fədiyyə Fatimə. Və o üzünü Fatimənin döşlərinin arasına qoyurdu və yəd'u ləhə və onun üçün dua edirdi. Bundan başqa da qaynaqlar var. Yəni Məcmə'un Nureyn kitabı Mərandinin 1-ci cild səhifə 30, Biharul Anvarda 43-cü cild səhifə 55, Kəşful Qummə kitabı Ərbilinin 1-ci cild səhifə 442, Məvlud Fatimə aleyhissalam Saduqun kitabıdır. 1-ci cild səhifə 181, Mənaqib Əli Əbi Talib İbn Şəhr Aşubun kitabıdır. 3-cü cild səhifə 334-də baxa bilərsiniz. Yəni bizə mücəssimə deyənin etiqadına bax. Sonra iddia edirsiniz ki, güya haşa və kəllə Rasulullah sallallahu aleyhi ve sellem Hüseynin cinsiyyət orqanını öpürdü. Məclisinin Biharul Anvarı 43-cü cild səhifə 317 deyir ki, Navadur Ravandi bi isnadihə Musa ibn Cəfər. Ravandinin nadir şeyləri isnadı ilə Musa ibn Cəfərdən atalarından Anabəyihi qalə Aliyyun aleyhissalam innən nəbiyyə qabbələ zubbəl Hüseyin ibn Aleyh. Deyir ki, Ali aleyhissalam dedi ki, həqiqətən də Nəbi sallallahu aleyhi və səlləm Hüseyin ibn Əlinin cinsiyyət orqanını öpdü. Kəşəfə an hurbiyyətihi ilə əxri. Yenə baxa bilərsən Abdullah Əl-Bəhraninin Əl-Avalim kitabı, Əl-Avalim Əl-İmamul Hüseyin kitabı, 1-ci cild səhifə 43, Cəfəriyyət kitabı, Əl-Cəfəriyyət Əl-Əşətiyyət, Muhammed ibn Əşrəf Kofinin kitabıdır, 1-ci cild səhifə 31, Mustadrakul Vəsail kitabı, Muhaddisin Nurinin kitabıdır, 1-ci cild səhifə 236. Sizin əxlaqınız budur yəni, sizin Peyğəmbər inandınız, Rəsul inandınız budur. Sonra Rasulullah sallallahu aleyhi və səlləm sizə görə yəni işləri qarışdırır, nəyin nə olduğunu bilmir. Məqam-ı İmam-ı Aliyin li Nəcmiddin Əl-Əskari. Deməli, bu kitabda Nəcmiddin Əl-Əskarinin Məqam-ı İmam-ı Ali kitabında 1-ci cild səhifə 58-də deyir ki, Əl-Hədithur Rabiə vəl-Arba'un Mənaqibul Xatib.
44-cü hədis Xatibin mənqibələri İləl Muvaffiq İbn Əhməd Əl-Xavarizmi Əl-Hənəfi və fi kitabihi Əl-Axir Əl-Ma'ruf bi Maqtal Hüseyn aleyhisselam Mücəlləd Əl-Əvvəl safhə 42 Taban Necəf Əl-Əşraf. Kitab ismini deyir ki, onun məşhur kitabı var. Maqtal Hüseyn aleyhisselam isimli kitabda 1-ci cild səhifə 42-də Necəf Əl-Əşrafda çap olunub. Əxrəcə bi sənədihi an Abdullah ibn Ömər, sənədi ilə Abdullah ibn Ömərdən təxric etmişdir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləmə və qad suilə bi əyyi lüğətin xatabəkə rabbuka leylətəl mi'rac fəqalə xatabəni bi lüğəti Ali ibn Əbi Talibin fəəlhəməni ən qultu ya Rabbi xatabtəni əntə əm Ali. Nəbi sallallahu aleyhi və səlləmə soruşulur ki, Mirac gecəsində Rəbbin sənə hansı dillə xitab etdi? O da dedi ki, mənə Ali ibn Əbi Talibin dili ilə xitab etdi və mənə ilham etdi ki, mən deyim ki, ey Rəbbim, mənə sən mi xitab etdin, yoxsa Əli mi xitab etdi? Və qalə ya Əhməd, ənə şeyun lə kəl-əşya. Yəni Allah Subhanahu deyir ki, ey Əhməd, mən elə bir şey, əşyalar kimi olmayan bir şeyəm. Lə uqasu bin nasi və lə usafu bil əşya. Mən insanlarla qiyas edilmərəm və mən əşyalarla vəsf olunmaram. Xalaqtuka min nuri. Mən səni öz nurundan yaratmışam. Və xalaqtu aliyyən min nurik. Əlini də sənin nurundan yaratmışam. Fəttalatu alə sərairi qalbikə fələm əcid ilə qalbikə əhəbbə min Ali ibn Əbi Talib. Sənin qəlbindən sirlərinə deyir, ittila etdim və gördüm ki, sənin qəlbinə Ali ibn Əbi Talibdən daha yaxın sevimli kimsə yoxdur. Və xatabtuka bisanihi keymə yatmainnə qalbuk. Və onun dili ilə sənə xitab etdim ki, qəlbin mutmain olsun. Resulullah sallallahu aleyhi ve sellem bilmir ona Allah subhanahu wa ta'ala xitab edib, yoxsa Ali ibn Əbi Talib xitab edib. Allah subhanahu wa ta'ala əlinin dili ilə danışır. Yəni biz mücəssiməyik, amma siz tövhid əhlisiniz. İddia edirsiniz ki, İmamlar elmdə Resulullah sallallahu aleyhi və səlləmdən yəni eynidirlər və vəhidə və təşridə Resulullah sallallahu aleyhi və səlləmdən şərikdirlər. Və bunu da deməli Burucerdinin Cami-i Əhadis-i Şiə kitabı 1-ci cild səhifə 166-da deyir ki, Həddəsənə Muhammed ibn Abdülhamid, an Mansur ibn Yunus, an ibn Uzeynətə, an Muhammed ibn Muslim qalə səmiyyət Əbə Cəfərin aleyhisselam yəqul. Yəni, isnadı eşitdiniz, tərcümə eləmirəm. Deyir ki, Əbu Cəfər aleyhisselam eşitdim, deyir ki, Nəzələ Cəbrailu alə Muhammedin sallallahu aleyhi və aleyhi və səlləmə bir rəmmənəteyni minəl cənnə. Deyir ki, Cəbrail aleyhisselam Muhammed sallallahu aleyhi və səlləmin yanına cənnətdən 2 nar ilə nazil oldu. Və ləqiyyəhu Aliyyun aleyhisselam fəqalə ləhu mə hətənir rəmmənətəni fi yedeyk. Və Əli aleyhisselam onunla qarşılaşdı və dedi ki, sənin əlində olan bu 2 nar nədir? Qalə əmmə hədihi nübuvvətu leysə ləkə fiyhə nasib. Dedi ki, buna gəldikdə bu deyən nübuvvətdir, ondan sənin heç bir nəsibin yoxdur. Və əmmə hədihi fəl-ilm. Buna gəldikdə isə bu elmdir. Thumma fələqəhə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə fəə'tahu nisfəhə və əxədə nisfəhə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. Və Rasulullah sallallahu aleyhi və səlləm həmin onları deyir, 2 yerə böldü, yarısını Əliyə verdi, yarısını özünü götürdü. Thumma qala ente şəriki fihi və ana şərikükə fihi. Dedi ki, sən onda mənim şərikimsən, mən də onda sənin şərikinəm. Qala fələm ya'ləm vallahi Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm harfən mimmə allaməhullahu illə allaməhu Aliyyən aleyhisselam. Deyir ki, Allah azze və cəllə Rasulullah sallallahu aleyhi və səlləmə nəyi öyrətdirsə, onu mütləq Əliyə də öyrətdi. Sonra Bəsair-ü Dərəcət kitabı Muhammed ibn Həsən Əs-Saffar Əl-Qumminin kitabıdır. 1-ci cild səhifə 252-də deyir ki, An ibn Əbi Həmzətə qalə səmi'tu Əbə Abdillah aleyhisselam yəqul İnnə minnə ləmən yunəkkətü fi udhuni ilə əxiri və innə minnə ləmən yətihi suratun a'zamu min Cəbrailə və Mikail. Yəni, burada deyir İbn Əbi Həmzədən deyir ki, Əbə Abdullah aleyhisselamı eşitdim, deyirdi ki, həqiqətən də bizdən şübhəsiz ki, bizdən eləsi var ki, ona Cəbrail və Mikaildən daha əzəmətli surət gəlir. Yəni, Cəbrail və Mikaildən daha əzəmətli olan mələk gəlir. Sonra, Usul-ü Kəfidə 1-ci cild səhifə 270-dədir. An Muhammed ibn Muslim qalə səmi'tu Əbə Abdillah aleyhisselam yəqul əl-əimmətu bi mənziləti Rasulillahi sallallahu aleyhi və səlləmə illə ənəhum leysu bi ənbiyə.
Deyir ki, Muhammed ibn Müslimdən deyir ki, Əbu Abdullah aleyhissalamı eşitdim, deyirdi ki, imamlar Rasulullah sallallahu aleyhi və səlləmin mənziləsindədirlər, lakin onlar nəbilər deyirlər. Və la yəhillu lahum minən nisai mə yəhillu lin-nəbiyyi sallallahu aleyhi və səlləm. Və qadınlardan Nəbi sallallahu aleyhi və səlləm halal olanlar onlara halal olmur. Fəəmmə xalə zəlikə fəhum fihi bimənziləti Rasulillahi sallallahu aleyhi və səlləm. Bunların xaricində deyir nə varsa, onda onlar Rasulullah sallallahu aleyhi və səlləmin mənziləsindədirlər. Əlavə bilgi üçün baxa bilərsən Mən əhli ulum əhlil beyt isimli kitab Əbu Maaşın kitabıdır. 2-ci cild səhifə 506. Sonra Asif Əl-Muhseninin Sıratul Haqqı fil Məarifil İslamiyyə kitabı 3-cü cild səhifə 160. Biharul Anvar Məclisinin 26-cı cild səhifə 55. Baxa bilərsən. Eyni zamanda Faydül Kəşənin Əl-Vafi kitabı 3-cü cild səhifə 621, Biharul Anvar 27-ci cild səhifə 50, Cami Əhadisi Şia Burucerdinin 1-ci cild səhifə 166, Mustadraku Səfinətül Bihar kitabı Namazinin 3-cü cild səhifə 65 və Budiyyətü Əhlil Beyti Aleyhimussalam kitabı Səid Əbu Maaşındır. 1-ci cild səhifə 150 baxa bilərsiniz bu bilgilərə görə. Gələk 110-a. Sonra ey millətə mücəssimə deyənlər, sizə görə Nəbi sallallahu aleyhi və səlləmin, yəni eyni zamanda dediniz axı ki, bu nəbilər də imamlar Nəbi sallallahu aleyhi və səlləmin mənziləsindədirlər. Ona görə sizə görə, yəni baxın nə var. Deməli, Molla Fəthullah Kəşaninin Təfsir-i Mənhəc-i Sadiqinə fi İlzam-ül Müxalifin kitabı 2-ci cild səhifə 481-də deyir ki, Qalə mən təməttəə mərrətən dərəcətuhu kədərəcətil Hüseyin və mən təməttəə mərrəteyni dərəcətuhu kədərəcətil Həsən və mən təməttəə thələtə mərrətin kədərəcətuhu kədərəcəti Ali və mən təməttəə ərbəə mərrətin dərəcətuhu kədərəcəti. Kim bir qadınla bir dəfə muta etsə, yəni 3-5 dəqiqəlik, 5-10 saatlıq evli olsa, onun dərəcəsi Hüseynin dərəcəsi kimidir. İkisi ilə etsə, Həsənin dərəcəsi kimi, 3 ilə etsə, Əlinin dərəcəsi kimi, 4 ilə etsə, onun dərəcəsi mənim dərəcəm kimidir. Yəni 4 dənə qadınla 3-4 dəqiqəlik nikah ilə oldun Peyğəmbər dərəcəsində. Yəni sizin əqidəniz budur. Çıxın deyin ki, bunların hamısı zəifdir. Çıxın ispat edin. Deyən bunların hamısı zəifdir. Niyə çıxıb demir? Gəl indi gələk millətə mücəssimə deyənlərin etiqadına bax. Zəburul Arifin kitabı Ali Qulu Xan Türkmani Qummi bunun kitabıdır. 1-ci cild səhifə 273. Deyir ki, vəl-ən isma'an hədis. Deyir, indi hədisə qulaq as. Qalə Nəbiyyü sallallahu aleyhi və səlləm İnnə li ma'allahi vaqtan, aslında daha doğrusu innədirsə vaqtan deməliydi. Vaqtun deyil. İnnə li ma'allahi vaqtun la yəsa'uni fihi mələkun muqarrabun və la nəbiyyun mursal. Deyir ki, həqiqətən də şübhəsiz ki, mənim də Allahla birlikdə bir vaxtım vardır ki, orada nə bir yaxınlaşdırılmış mələk, nə də ki, göndərilmiş nəbi mənə çata bilməz. Və anhu aleyhissalam qalə innə lənə ma'allahi halatin huva fiyhə nəhnu və nəhnu huva və huva ma'dəlikə huva və nəhnu nəhnu. Deyir ondan, yəni Əli radiyallahu anhudan deyir ki, həqiqətən də bizim Allahla birlikdə hallarımız vardır ki, həmin hallarda o bizdir, biz də oyuq. Bununla birlikdə o odur, biz də bizik. Və millətə mücəssimə deyirdiniz. 10 səhifəlik broşür hazırlamışsınız. Ey mücəssimə filan, büt düzəldin qoyun. Bu nədir? O hədis zəif olduğunda 1000 ildə alimlərimiz bəyan ediblər. Hətta elm əhlindən ona mövdu uydurma deyənlər də olur. Biz ondan bəriyik. Bu qədər şeydən siz təbərrü etmişsinizmi? Bizim təbərrü etdiyiniz şeylər ancaq sahabədən bəri olmaq, möminlərin analarından bəri olmaq, Rasulullah sallallahu aleyhi ve sellem cöcələrindən bəri olmaqdır. Siz bundan təbərrü etmişsinizmi? Hansı biriniz bundan bəri olduğunuzu demişsiniz? Nə hallardır ki, həmin hallarda imamlar Allah olur, Allah da imamlar olur. Nə hallardır?
Vahdətül vücud əqidəsidir bu. Bunun başqa adı yoxdur. Hulul əqidəsidir. Küfrün ta özüdür. Millətə mücəssimə deyirsiniz. Bəs siz nəsiz yaxşı? Millət mücəssimədir. Bəs siz nəsiz? Əhl-i sünnət mücəssimədir. İbn Teymiyyə mücəssimədir. Bəs yaxşı. Siz nəsiz? Siz kimə ibadət edirsiniz? Allah Subhanahu taala namaz qılanda imamlara namaz qılmış olursunuz. Bəlkə sən qalxdın zöhrə qıldın, həmin vaxtda o imamların həmin hallarına uyğun gəldi. Eyni vaxta düşdü. İmamlara ibadət edir. Çünki həmin hallarda imamlar Allahdır, Allah da imamlardır. Haşa və kəllə. Bu mücəssiməlik deyil. Bu mücəssiməliyin üstündə olan bir şeydir. Mücəssimə yəni ərəsin yanı toya getməlidir. Gəl. Başqa bir mücəssiməli oxuyayım sənə. Cəfər ibn Mənsur Əl-Yəmənin Sarairu və Əsraru Əl-Mutaqa kitabı səhifə 115-də deyir ki, və ruviyə an Rasulillahi sallallahu aleyhi ve sellem ənəhu qalə ləmmə urəcə bi ilə səmai rabi'a. Deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem rivayət olunmuşdur ki, o dedi ki, məni 4-cü səmaya deyir, məni meyraca götürəndə rəaytu aliyyən. Əlini gördüm. Cəlisən alə kursiyyil kəramə. Kəramət kürsüsünün üzərində oturmuşdu. Vəl mələikətu həfinə bihi yuazzimunəhu. Mələklər onun ətrafında dönüb dolaşırlar, onu təzim edirlər və ya'budunahu və yusabbihunahu və yuqaddisunahu. Ona ibadət edirlər, onu təsbih edirlər, onu təqdis edirlər. Mücəssimə deyil bu. Siz tövbə əhlisiniz, əhl-i sünnət mücəssimə. Nədir bu? Mələklər Əliyə ibadət edirlər. Ya'budunahu. Fəhəhumul mələikətu la ya'budun Allah və innəmə ya'buduna Aliyyə ibn Əbi Talibin bizə'mil İsmailiyyə. Yəni İsmaillərin etiqadına görə şiədirlər. Əliyə ibadət edirlər mələklər. Sizin dininiz budur. Muhammed Rıza Əş-Şirazinin Əl-İmamul Hüseynu Azamatun İlahiyyətun və Ataun bilə hudud kitabı. Yəni İmam Hüseyin ilahi əzəmət və sonsuz ətalar kitabı. Səhifə 33-də deyir ki, Ən-Nəhvul əvvəl. Birinci yəni yön. Əl-İstisnaətü təşriiyyə. Təşriyə istisnalar. Yəni təşriyə şəriət qoymaq. İnnallaha Teala ceale li seyyidi şühedai aleyhisselam istisnaatin teşri'iyyeten fi meydani teşri'. Həqiqətən Allah Teala şəhidlərin seyyidinə, yəni İmam Hüseyin aleyhisselama təşrii istisnalar qoymuşdur ki, o da yəni təşri meydanında. La tucadu li şəxsin axar. Heç bir başqa şəxsdə bu yoxdur. Hətta li xatamil ənbiya. Hətta nəbilərin xatamında da yoxdur. Yəni Allah Azze ve Celle Hüseyin İbn Əli radiyallahu anhuma elə bir təşrii istisnaları vermişdir ki, təşri meydanında. O heç bir şəxsə verilməyib. Hətta Muhammed sallallahu aleyhi ve sellem. Budur sizin etiqadınız. Dininiz budur. Gələk 143-ə. Nəbi sallallahu aleyhi ve sellemin necə danışdırdığınızı öz kitablarında buyurun görün. Mən la yahturuhul fəqih kitabı. Saduqun, Şeyx Saduqun Mən la yahturuhul fəqih kitabı ən məşhur, ən mötəbər kitablarından 4 rivayət kitabınızdan biridir. Həmin kitabda Mən la yahturuhul fəqih kitabında 3-cü cild səhifə 388-də deyir. Və kənə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə idə ərada ən yətəzəvvəcə imra'ətən bə'ətə iləyhə mən yanzuru iləyhə. Rasulullah sallallahu aleyhi və səlləm evlənmək istədiyi zaman bir qadınla onun yanına ona baxan bir kimsəni göndərirdi. Və qalə şummi leytəhə və intabə leytuhə tabə arfuhə. Ona deyərdi ki, buradakı kəlimələrin izahını özü də müəllif də verib, boyun tərəfini, buralarını deyir,
qoxla, güya Rasulullah sallallahu əleyhi və səlləm həmin qadına deyərmiş ki, onun burasını deyir, yəni safətul unuq, yəni bu tərəfini, yəni burasını deyir qoxla. Əgər də orasının qoxusu yaxşı olsa, ümumiyyətlə onun ətri yaxşı olacaq. Yəni kitabın sahibi də bunu, yəni Şeyx Saduq bunu izah edir kəlmələri. Fəin dərimə kə'buhə azumə kə'fəbuhə. Dərim ey kəthura lahm. Yəni əti çox olsa, yəni topuğunu. Əgər deyir topuğunun əti çox olsa, o zaman cinsiyyət orqanı da yekə olur. Yəni 4 mötəbər kitabınızdan birində olan rivayətdir bu. 3-cü cild səhifə 388. Ona buna mücəssimə deyirsiniz. Bunlardan təbərrə edin. Deyin ki, biz bunlardan bəriyik. Bunlar hamısı batildir, uydurmadır. Biz onlarla yüzlərlə rivayət oxumuşuq. Biri çıxır, zəifən ciddən. Bəs bu nədir? Sahihun ciddəndir. Buna nə deyirsən? Bəs yaxşı. Yəni sizin 4 mötəbər kitabınızdan birində olan rivayət burada. Nəbi sallallahu əleyhi və səlləm millətə bunu deyir. Məcmu'ul Bəhreyn kitabına baxa bilərsən. Tarix-i Ən-Nəcəfinin kitabı 2-ci cild səhifə 28. Əl-Ənvar Ən-Nu'maniyyə Cəzairinin kitabıdır. 2-ci cild səhifə 104. Əl-Furu' minəl-Kafi kitabı 5-ci cild səhifə 335. Sonra Əl-Hurr Əl-Amilinin Hidayətül Ümməti ilə Əhkamil Əimmə kitabı Muntaxabul Məsail. Oraya baxa bilərsən. 7-ci cild səhifə 104. Pəhpəhlə hamısı da bunu rivayət edirlər. Yəni sizin gözünüzdə, yəni sizin kitablarınızda Nəbi sallallahu əleyhi və səlləm bu cür vəsf olunur. Hələ biri də var. Deməli, Cəfər Murtaza Əl-Amilinin Əs-Sahihu min Siratin Nəbiyyil A'zam kitabında 7-ci cild səhifə 202. Hələ 7 cildə kitab yazıb. Və kənət təqi ən-Nəbiyyə sallallahu əleyhi və səlləmə biyədeyhə və sadrihə və thədiyeyhə. Yəni Nəsibə binti Kəb radiyallahu anhə mücahid qadındır, sahabədir. Onun haqqında danışır. Deyir ki, güya həmin qadın, Nəsibə binti Kəb radiyallahu anhə, Nəbi sallallahu aleyhi və səlləmi əlləri ilə, sinəsi ilə və məmələri ilə qoruyurdu. Təbii. Yəni, artıq yəni danışmadan olmur. Baxa bilərsən, ən mötəbər 4 kitabımızdan biri Bihərül Ənvar. 20-ci cild səhifə 54-də baxa bilərsən. Buyur. Sizin iman etdiyiniz nəbini bir qadın məmələri ilə qoruyur. Yəni, sizin etiqadınız, dininiz budur. Çıxında hamısından təbərrə edin. Kitabda nə yazılıbsa, hamısı qaynaqları var. Deyin, hamısından bəriyik biz. Bunların hamısı kafirdirlər. Zındıqdır bunu yazanlar. Çıxın deyil. Deyin ki, zəifən ciddən. Bunların hamısı zəifdir. Hələ bitməyib. Və hələ xülasədir. Nəbi sallallahu aleyhi və səlləmin qızlarına tən edirlər. Yəni, məsələn, Rasulullah sallallahu aleyhi və səlləm Osman radiyallahu anh 2 qızını deyir, elə qızları yox idi və s. və s. Təbrizi Əl-Ənsari deyə bir aliminiz var. Tanımırsa tanıyın. Vəfat tarixi Hicri 131 sənə edir. Hicri 2-ci əsrin ilk yarısında vəfat edir. Tam adı nədir? Muhammed Ali İbn Əhməd Qaracadağı. Vəfat tarixi 131-ci ildir Hicri tarixində. 131. Kitabı var. Əl-Ləm'atul Beyza fi şərhi Xutbətiz Zəhra. Yəni, Fatimə radiyallahu anh'ın verdiyi xütbə iddiası var ki, bir xütbə verib, həmin xütbənin şərhində kitab yazıb, arası 900 səhifədir. Deməli, 1-ci cild səhifə 234-də deyir ki, və zəlikə mitlu qavnihə bə'də vələdətihə tənşəvə fil yəmi kəl-cümə və fil cüməti kəş-şəhr və fil şəhri kəs-sənə. Deyir ki, Fatimə radiyallahu anh'a, yəni doğulmasından sonra deyir, yəni bir gündə, yəni cümə günü kimi yəni olurdu, böyüyürdü. Cümə günündə ay kimi, yəni ayda da il kimi belə danışır və deyir ki, və ennəhə kənət əbədən
bətulan azra. Deyir ki, o əbədən, hər zaman, yəni bətul azra eyni mənalı sözlərdir, bakirə deməkdir. Və kənə fədyəhə tavileyni. Deyir ki, yəni onun, yəni Fatimə radiyallahu anhənin, haşa və kəllə, məmələri uzun idi. Bihaythu kənət tulqihimə min ə'la kətifeyhə alə artıq aqivihə. O qədər uzun idi ki, məmələrini çiyinlərinin üstündən arxaya atırdı və tarda'u əvlədəhə min vara'i zahriha və övladlarını kürəyindən əmizdirirdi. Yəni o qədər iyrənc sözdür ki, bu kitabı təhqiq edən, yəni adamın özü belə, o da şiədə təhqiq eləyib. Deyir ki, bu əcaib bir kəlamdır. Səlim, yəni salamat ağıl bunu qəbul etmir. Təbrizi Əl-Ənsarinin kitabında keçən cümlələrdir bunlar hamısı. Həmin kitaba gedək Allahın izni ilə. Həmin kitaba gedək. Mən o kitabdan sizə hələ millətə mücəssimə deyirsiniz. Onunla bağlı sizə bir şey oxuyacağım inşallah. Deməli, Təbrizi Əl-Ənsarinin Əlləmətül Beyda kitabı gedirik səhifə 74-də. Millətə mücəssimə deyir. Və məqamun nəfsil kulliyyi və məqamu zuhuri ətər-i rububiyyə. Deyir ki, külli nəfs məqamı o rububiyyətin izlərinin zahir olması məqamıdır. Və minhu yəcril fuyudatul ilahiyyətu iləl-əvalimir ruhaniyyəti vəl-cismaniyyə. Deyir ki, oradan ilahi feyzlər ruhani və cismani aləmlərə yəni, axır. Və hədə məqamu Aliyyin aleyhisselam fil-əvalimi təkviniyyə. Deyir, bu təkvini aləmdə Əli aleyhisselamın məqamıdır. Likəvnihi aleyhisselam muzhira sıfat-ı rububiyyə. Çünki Əli aleyhisselam rububiyyət sifətlərini izhar edir. Yəni, Əli Rəbdir. Əli ibn Əbi Talib radiyallahu anh Rəbdir və rububiyyət sifətlərini izhar edəndir. Kəmə ənəl Rasulə sallallahu aleyhi və aleyhi və səlləm məcməuhə fi məqamil icməl. Dedə ki, Rasul sallallahu aleyhi və səlləm yəni icmal məqamında onu toplayandır. Və huvə məqamul batni əl-müfassali fihi əs-səadətu əş-şəqavə. Deyir ki, bu da saadət və bədbəxtlik, yəni xoşbəxtlik və bədbəxtlik məsələlərini, belə deyək, mövzularını yəni ishar edən, açıqlayan, təfsiratını verən bir məqamdır. Yəni batini məqamdır. Davam edir, deyir ki, və bi'tibari hədihil mərtəbəti, bu mərtəbəyə nəzərə yutlaqu alə aliyyin aleyhisselam nəfsullahil öliyyə. Yəni bu mərtəbəyə binaən, ona etibar edərək, ona istinadən, ona nəzərən Əli aleyhisselama nə itlaq edilir? O, yəni Allahın uca nəfsi. Və şəcərətü Tuğbə, Tuğbə ağacı. Və sidrətül muntaha, bildiyimiz sidrətül muntahadır. Və bi'tibərihə qalə Aliyyin aleyhisselam. Və buna nəzərən də Əli aleyhisselam demişdir. Ənə vəchullah, mən Allahın üzüyəm, haşa. Və aynullah, Allahın gözüyəm. Və yədullah, Allahın əliyəm. Və qalbullah, Allahın qəlbiyəm. Və qeyru dəlik. ويكون النبي صلى الله عليه وسلم بهذا الاعتبار عقل الله كما قيل على نحو ما اعتبر كون علي عليه السلام نفس الله وإن كان إطلاق العقل هنا غير معنوس إلى آخره. Burada da deyir ki, deyir bu halda deyir Nəbi sallallahu aleyhi və səlləm bu etibarla Allahın ağlı olur. Yəni Əli əleyhissalamın Allahın nəfsi olduğuna nəzərən, o zaman Allah Resulü sallallahu aleyhi ve sellem də Allah subhanahu haşa ağlı olur. Baxmayaraq ki, deyir burada yəni ağıl, yəni ağıl sözünə itlaq edilməsi, yəni alışılmış, yəni nəqd edilmiş bir şey deyil. Deyir ki, fətəəmməl, yəni düşün. Vəl-aqlu əbun və nəfs deyir, ağıl atadır, nəfs deyir, anadır. Fəhubə sallallahu aleyhi və səlləmə fi məqamil icməli əbul ümmə. Deyir ki, o, yəni Muhammed sallallahu aleyhi ve sellem yəni, icmal məqamında ümmətin atasıdır və Aliyyun aleyhisselam fi məqamit təfsili ummuhə. Əli aleyhisselam isə təfsil məqamında ümmətin anasıdır.
Yəni deyir ki adam, burada təkrar oxuyum. Və bi'tibariha qala Aliyin alayhissalam ana vechullah və aynullah və yedullah və qalbullah və qeyru zalik. Yəni buna görə də deyir, buna binaən də Əli əleyhissalam demiş ki, mən Allahın üzüyəm, Allahın gözüyəm, Allahın əliyəm, Allahın qəlbiyəm. Millətə mücəssimə deyir, sizə görə Allahın qəlbi də var da. Yəni belə ucuz çıxırsınız orada, Vahabilər deyirlər ki, Allahın baldırı var, nə bilim, nə əli var, nə nəyi var, filan bəsməkan. Sizə görə Allahın qəlbi var da. Həmin qəlbdə əlidir. Sizə görə İmam Əli əleyhissalam deyir ki, mən Allahın gözüyəm, əliyəm, ağlıyam, qəlbiyəm. Nədir bu? Kimdir mücəssimə? Biz yoxsa siz? Ona görə də hər kəs özü ilə məşğul olmalıdır. Siz öz etiqadınızda, öz dininizdə olan batillərdən qurtulmaqla məşğul olun. Nə zaman ki müsəlmanların dilinə dil uzadacaqsınız, müsəlmanların Rəbbinə, müsəlmanların Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun səhabəsinə, onun əhl-i beytinə, onun zövcələrinə, bu ümmətin alimlərinə belə danışacaq saxlarında cavabınızı verəcəyik. Zaten bu qapını siz açmışsınız. Açmışsınız. Gördüyünüz bir dənə kitabı oxuyub bitirmişəm. Gördüyünüz 4 dənə kitab sizin haqqınızdadır. Bunların hamısını Allah'ın izniyle okuyacağım. Sadəcə bu kitab Usul-ü Kafi'dən, yəni Kafi kitabından seçmələrdir, incilərdir. Bir oxuyacağım. Bilməyənlər bilsin ki, sizin ən mötəbər kitablarından biri olan Əl-Kafi kitabında nələr var. Bunu da görəcəyik mücəssimə kimdir. Allah'ın izniyle. Və axir davana elhamdülillahi rabbil alemin.